Salamlar dostlar, necəsiniz? Mən Hüseyin və bugün Minecraft Survival'ın birinci bölümü ilə sizlərin qarşınızdayım. Dostlar, Kahraman adası necə oldu deyə soruşacaqsınızsa, Kahraman adası gələcək. Sabahda falan gələcək. Bəzi problemlər var idi, ona görə Kahraman adası gələ bilmirdi. Sabahda falan gələcək. Bir dəqiqə. Bəzi problemlər var idi, ona görə Kahraman adası gələ bilmirdi. Amma sabahda falan gələcək. Bu isə Minecraft Survival'ın birinci bölümüdür. Bu bölümdə maden eləməyi fikirləşirəm. Taxtamızı eləyək. Crafting table qoyduq. Taxta kazmamız hazır. İndi gedək biraz daş qazaq. Bir dəqiqə dostlar. Gəldim dostlar. Bunları bırakaq. Nə ki gərəksiz əşya var. Yəni burada bizə lazım olmayacaq əşyalar hamısını atıq ora. İndi madəndə bizə ağac lazım olacaq. Ona görə biraz ağac kəsək. İndi də o sırada kiçik görüş kompunu tapmaq var. Sən belə olurdu. Düz tapdıq. İndi də oturda maden tapmaq var. Dostlar, bir ümid maden tapmaq üçün tam aşağı qazırdım ki, bir də gördüm ki 10 dənə dəmir çıxdı qabağımıza. Biz də bunları əridək və düzəldək. Əzəliz ediyor. Dəmir kazma. Dəmir kazma düzəldək bir dənə. Bunlar hal-hazırda bizə lazım olmayacaq. Ona görə qoyaq aşağıya. Bu daş falan. Yəni çubuq lazım olacaq. Dəşi crafting table.
Bunu da atdıq bura. Baş paltamızın da canı qurtarır. Bir tane dəmir kazma. Var belə. Bunu da bura. Hadi qədər. Mən yenə videonu dayandırım. Bəlkə bir ümid maden tapsam asarım. Deyəsən tapdıq dostlar madəni. Ne bildim yukarıda demir var. Neyse biraz çıkmaz sokakta qaydaq tabi. Yəni də o tərəfə yol var idi. Orada gidelim. Nəcədən ən çıxsa bu tərəfdən çıxar. Bəlkə. Yox, buradan deyilsən çıxmayacaq. Yenə yoxdur. Yoxdur maden falan. Bizim bəxtimizə maden falan yoxdur. Dəqiqəsi olmasa bu kömürlər qazaq buradan. Bunlar yenə bizə lazım olur. Lazım olur deyəndə ki, bizə pişirəndə falan lazım olur. Hər neyse dostlar, mən videonu yenə bağlayıram. Dostlar, maden yox, ancaq yer üzündə spawner tapdım. Altın elma qəşəng, çörək də götürək, sümükləri də götürək. Elə burada olan hər şeyi götürək. Sandıqdan başqa onu da qıraq. Qəşəng. At sırğı falan çıxdı buradan. Ad etiketi. Görək. Çürüyətlər lazım olmayacaq. Bir dəqiqə. Gəldim dostlar. Buradan da beyaz o tərəf bazar. Bəlkə buradan maden falan çıxdı. Dəqiqə. Deyəsən buradan maden çıxacaq. Ancaq çox daha yerlərdə var. Buralar. Buradan da dəmir çıxdı. Dəmirə yox demərəm. Götürək. Dəqiqə bunlara tax bura. Dəmir dirəklər var. Bunu da bura. Deyəsən həqiqətən də maden tapdıq. Burada da demir var. Demiri götürmesem olmaz. Mən buralara büyümə elmas tapmaq üçün dalıram, ancaq deyəsən mən elmas falan yoxdur. Dəqiqə buraları götürək, burada içine qalmalı. Qaynağına qoymaq lazım deyəm. Dur. Yox, mən qaydım arxaya yaxşısı. Ən salamat arxaya qayıtmaqdır. Nəhrət şeytan.
Buradan çıxmaq niyə bu qədər uzun sürdü? Burada da demir var. Bunları götürmezsem olmaz. Tərəfdə ümumiyyətlə yol yoxdur. Buralarda heç yol falan yoxdur. Mən hara girdim, çıxmaza girdim, başqa bir yerə girdim, heç özüm də bilmirəm. Amma bu tərəfdə dəmir olduğunu görürəm. Ona görə də dəmirlərə hücum. Bu madən deyəsən dəmir madənidir. Məsin çox yaxşıdır. Böyle. Yoxsa mən buradan getməmişdim. Deyəsən buradan getməmişəm, yoxsa getmişəm. Heç özüm də bilmirəm. Yox, getmişəm. Bilməm, bir buradan çıxmışdım. Burada bir dəmirlər var imiş, yaxşı ki. Bura qayıtmışam, çünki gəlməmişəm, getmişəm yanına. Bildim, elmas sevinmiştim. Neyse, en azından demir götürək. Yox, burası da çıxmasın, ne olar? Ne olar, burası da çıxmasın. Bak, hemen qaynağına qoyaq. Çünki lavların falan yanında çok vaxtda elmaslar çıxır. Bunu sarmağın gözləmək lazımdır. Bəlkə elmas çıxdı, onda ki bəlkə. Tutar artıq. Ne bileyim, hala davamı da var bu yolun. Dəqiqə. Dostlar, oradan heç nə çıxmadı. Mən ona görə qaydırdım bu tərəfə ki, burada elmas gördüm. Elmas da deyim. Elmasla kafanı bozmuşam, onu başdı. Altın gördüm. Neyse, bu arada toplarız. Altın burada. Burada. Ondan burası bu tərəf gedir. Kardeş dəmiri ərindən götürməyə, ona görə buradakı dəmiri götürək.
Oha. Ben buranı niye keşfetmedim? Ben insan deyirəm, ben yaşayayım. Yaxşı ki, bu madəndən pəs edib çıxmamışam. Bir ara videomuzu dayandıranda pəs edib çıxmaq niyyətindeydim. Yaxşı ki, çıxmamışam. Burada isə elmas çıxma ehtimalı çoxdur. Çünki həm genişlikdir, həm də ki, dərinlərdəyik. Aha. Yaxşı elmaslar sözünün üstünə gələr 2 dənə. Bir dənə niyə burada? Neyse, bu tərəfdə də bir var, bir dənə baxaq. Hə, burada gördüm. Elmas. Elmas. Gel, burada da bir tane. Ne oldu şimdi? Ne değişti? Hiçbir şey. Bir tane de elmas tapsam eğer buradan obsidiyandan prama çıxa bilərəm. Deyərkən 2 dənə elmas. Dört tane elmasımız oldu. Biraz da buralara baxaq, belki var, görməmişik, yoxdur. Biraz da elmas tapıb elmas set olmaq istəyirəm. Burada da 2 tane. Fərqinə varmışsınızsa dostlar. 2-2 çıxır bütün elmaslar. Bu üçüncü şey, 3'də 3 eləmişəm 2-2 elmas tapmaqda. Getrik elədim. Həmən başda. Bunu da qazıq atdıq yerə, bunu da qazıq atdıq yerə, bunları. Şimdi bunları götürək, hamısını bir-birdən yeyək. Bunu da bırakaq. Oraya baxsın. Mən getdikcə aşağıya gedirəm. Çünki buralarda elmas çıxmaq ehtimalı daha çox olur. Mənfi 47 deyəm artıq. Mənfi 50'də falan elmaslar daha çox çıxır. Arada bir tek onlarımız az qaldı. Buralarda biraz gedək, hiçbir şey yoxdur. Burada biraz yuxarılara tərəf gedək. Hop. Oy. Dəqiqə. Götürdük burada. Bir stek də keçdik dayı. Dəməcərlə. Dəməcər çox sıxır onsuz da. Dəməcər hər yerdə çıxır. Mən elmas istəyirəm. Mənə elmas lazımdır.
altın var imiş, görməmişəm. Hoppa. Bu arada qazlıq götürdük. İndi keçək dəmirlərə. Artıq bu videoda bu qədər bəsdir dostlar. Biraz da fırlanaq. Eğer elmas tapa bilməsəm buralarda videonu sonlandıracağım. Və dostlar, sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Burada Survivor'ımızın birinci bölümüydü, hayatta kalmamızın birinci bölümüydü. Sağ olun, salamat qalın, özünüzdən müğayət olun.